Naxçıvan Muxtar Respublikasının 4 sayılı Yengicə seçki dairəsindən olan deputatı Əli Feyzullaoğlu Abbasov barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb. Moderator Nüqtaz məlumat verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum olunması haqqında qərar qəbul edilib. Dövlət Sərhəd Xidməti rəisinin maddi-texniki təminat üzrə müavini, Atçılıq Federasiyasının vitse-prezidenti general-leytenant Cavid Abdullayevin oğlu Mirhəmzə Abdullayevə yeni vəzifə verilib. Bununla bağlı DSX-in rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən Mirhəmzə Abdullayev DSX Hərbi Hospitalında şöbə rəisinin müavini təyin olunub.